sonra ayrı bir sualımız da budur ki, yazırlar salam aleykum, aleykəssalam. Dərs oxuduğun zaman fikrin cəm olması və nailiyyətlər əldə etmək üçün hansı əməl və zikirdən istifadə etmək olar? Dərsdən öncə, bəli, onun üçün dərs oxumaq çox olduqca mühüm məsələdir. Kitab oxumaq, mütaliə eləmək. Bunun üçün müqəddimə işlər bəli görülməlidir. İnsan bilməlidir ki, filan saatında mütaliədir. Ondan qabaq əgər bazara bilsə biraz beyni istirahət eləsin, dincələ bilsə dincəlsin və hədislərimizdə də gəlib mütaliə duası deyilən dualar var. Allahumma əxric min zulumatil vəm və əkrimni bi nuril fəm. Allahumma əftəh ələynə abvabə rəhmətik və nşur ələynə xəzainə ulumik. Mütaliə duası da həmişə adam qulaq qunutda da oxuyar, səcdədə də oxuyar. Allahumma əxricni insana həm də təkəbbürsünü, elm insana bəzən təkəbbürsünü gətirir. Mən bilmək insana biraz şişirdir içərdən. Boş şar kimi insan heç də bilmir. Hepsi Allah'ın lütfü inayetidir. O da böyle duada var. Allahümme əxric min zulumatil vəhm. İlahi məni bu vəhmi, onlar vəhmiyyatdır. Mənim belə elmim var, mənim belə nə bilim nəyim var, ibadət. Bunlar hamısı həqiqi elm deyil, həqiqi o insanın vəhmindən doğan bir şeydir. O da mütaliə eləməmişdən ona bu imamlar buyururlar ki, denən ilahi məni bu vəhmin zülmətindən çıxart. Allahümme əxricni min zulumatil vəhm. Diqqət edirsiniz. Çox əcibdir bunlar. Bu duaları tapsınlar, mütaliə etsinlər, oxusunlar. Bəli, hətta yaxşıdır ki, bəzi alimlər, böyük şəxsiyyətlər elmdə bəzi mətləbləri baş düşməyəndə, məsələn, Molla Sədra kimi o təqribən buradan nesə 70 kilometr zat Kəhəkin fasiləsi var. Deyir, oradan bura piyada bəzən gələrmiş çətinliklə özünü Həzrəti Məsumə salamının hərəminə çatdıramış ki, nə var, mətləbi başa düşməyib, gəlsin xanıma təvəssül eləsin, 2 rükət namaz qılarmış və ondan sonra başa düşərmiş mətləbi. Yəni bu Allah'tan nur almış insan məarifin dərinliyinə vara bilir, düşünə bilir. Heç kimin özünə deməsin ki, mənim zehnim güclüdür, oxuyacam, başa düşəcəm. Yox, elə o ən böyük hicab elə öz hicabını çəkdi. O heç də başa düşə bilməyəcək. O elə güman eləyəcək ki, başa düşüb. Həqiqətdən o başa düşməyibdir. Ona görə daim Allah'tan kömək istəmək, biraz səcdədə qalmaq, Allah'tan kömək istəmək. Mən gedirəm dərsə, dəstəmazda olmaq, dəstəmazda oxumaq. Bu hamısı ibadətdir, bəli, hamısı nuraniyyətcədir. Dəstəmazsız kitab oxusan, o biraz orada təsiri var insana. Başa düşməkdə insana təsiri var. O da bu cür şeylərdən istifadə eləsə, bir müddətdən sonra özü öz təsirini görəcək. Bu nuraniyyəti görəcək ki, nə qədər başa düşməyində təsiri var. Allah razı olsun usta.